Hər kəsi buradan salamlayıram. O belə bir söz var, deyir, igidin adını eşit, özün görmə. Bu günlərim həmişə izləyicilərimiz adını eşidib. Elçin əmi. Bu günlərim Elçin əmi Bərdədə qonağımızdır. Xoş gəlmişsən Elçin əmi. Sağ olun. Allah sənin canını sağ eləsin. Çok sağ olun. Allah razı olsun. Bütün izləyicilərimizi salamlayıram. Allah razı olsun hamısından. Köməklərini əsirgəməsinlər. Allah yolunda həmişə kasıba, şəhid anasına, qazilərə, valideynlərinə həmişə dəstək olsunlar. Allah dünyanın malı dünyada qalacaqdır. Ancaq elədiyimiz bizə qalacaqdır. Eşinə. Allah razı olsun hamınızdan. Sağ ol Elçin əmi. Həmişə biz nə qədər ki səhifəmizdə evlər tikilib, həmişə Elçin əmimizin orada adı çəkilib. Yəni Elçin əmimiz ora özü kömək eləməyə ilə dursun. Öz dostlarım da, qardaşı Etibar əmini də buradan salamlayıram. Allah canını sağ eləsin. Elçin əmimizin qardaşı. Elçin əmimiz ümumi Geranboy qrupunda da var. Buradan elə Geranboyluları da salamlayıram. Həmişə biz nə qədər ki evlər deymişik, nə qədər ki xeyirxahlıq eləmişik. Bax bu Elçin əmimiz orada həmişə maddi köməyi var. Allah sənin canını sağ eləsin, xatadan baladan qorusun. Allah qazancını bol eləsin. İnşallah. İnşallah Allahın köməkliyi ilə ayın neçəsi 23-ü. 23-ü Gəncədə Elçin əmimizin oğlunun toyunda olacaq. Allah xoşbəxt eləsin. Amin.